Sabahınız xeyirli olsun. Təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Aray Karutunyan, Baku Sakyan, Arkadi Qukasyan, David Babayan və digərləri bugün də məhkəmə qarşısındadır. Bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində onların barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesinin növbəti baxış iclası başlayacaq. İlkin məlumatlara görə bugünkü iclas zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin ibtidai istintaq zamanı verdikləri ifadələrin məhkəmə prosesində elan olunması ilə davam etdiriləcək. Qeyd edək ki, bir qrup zərər çəkmiş və zərər çəkmişin hüquqi varisləri bundan əvvəlki məhkəmə prosesində məhkəməyə müraciət edərək üzürlü səbəblərdən prosesi gələ bilmədiklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrin məhkəmədə elan olunmasını xahiş etmişdilər. Tərəflər də dinləndikdən sonra onlar da bu ifadələrin məhkəmədə elan olunmasına zərurət bildirmişdilər və bundan sonra məhkəmə qərarı almışdı ki, növbəti baxış iclasında həmin ifadələr elan olunsun. Ümumiyyətlə qeyd edək ki, bu cinayət işi üzrə yarım milyondan çox zərər çəkmiş və zərər çəkmişin hüquqi varisləri var. Onlar 35 il ərzində Ermənistan Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində zərər çəkiblər. Əzizlərini itiriblər, doğmalarını itiriblər, yaralanıblar, ev eşiklərini itiriblər, mal mülklərini itiriblər. Eyni zamanda onlar əsirlikdə, girovluqda saxlanılıblar, dəhşətli işgəncələrə məruz qalıblar. Və həmin zərər çəkmişlərin bir qismi bugünkü məhkəmə prosesində də iştirak edir. Onların hazırda qeydiyyatı aparılır və onlar tədricən prosesin keçirildiyi Bakı məhkəmə kompleksinin inzibati binasına daxil olurlar. Qeyd edək ki, zərərçəkmişlərin və zərərçəkmişlərin hüquqi varislərinin nümayəndələri də prosesdə iştirak edir, onların hüquqlarını müdafiə edir. Proses açıq keçirilir. Biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasın gedişatı ilə bağlı daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.